Salam. Bugünkü dərsimizdə sizə xarab bir planşetin Wi-Fi adaptorunu USB adaptora çevirməyi izah edəcəyəm. Belə deyim, köhnə bir Çin firmasının planşetdir. Sadə bir modeldir. Bildiyiniz kimi planşetlərdə Wi-Fi adaptor mövcud olur, yəni Wi-Fi dalğaları qəbul edib, həm də belə deyək, əksi, yəni dalğa yayma funksiyası vardır. Bəzi modellərdə bu Wi-Fi adaptor mikrosxemə tam bitişik olur. Bəzilərində isə, məsələn, əsasən Çin modellərində gördüyünüz kimi əlavə bir mikrosxem kimi kənarda olur, yəni sadəcə qıraqda lehimlənir. Qeyd edim ki, bunu biz USB formasına çevirə biləcəyik. Gördüyünüz kimi bu isə Wi-Fi adaptordur, yəni planşetin Wi-Fi adaptordur, dalğa qəbul edici. Bunlar isə antena bölməsidir, 2 ədəd. Belə deyim, bunun əsas hissəsi, baxın, bu konnektorlardır. Dedim ki, eyni ilə USB ilə eyni qaydadadır. Data minus plus 5 volt və grounddur. Bu isə korpusu bərk saxlamaq üçündür. Bu ikisi isə belə deyim, antenaya çıxış vermək üçündür. İndi isə gəlin ilk öncə ground hansıdır, yəni minus bölməsini tapaq. İlk öncə testlerimizi belə səsli rejimə nizamlayıram. Şimdi daha sonra bir ucunu korpusa şimdi ground'dur, yəni masa hissədir. Çocuğa qeydim ki, fikir verin, bura belə də işte testlerimiz ucu qırmızı başlığı dəydikcə heç bir təsir yoxdur. Yəni bu sadəcə korpusa bərkidilmək hissədir. Bu hissələr artıq səs gələ bilir ki, bu hissə isə burada iki belə deyim antena yoldur. Bu həmən iki kontakt. Bunlar isə əsas bizə lazım olan hissə budur. Bu hissə minusdur. Çox ehtimal ki, bu hissə plus olacaq. Qeyd edeyim ki, bunu daha dəqiq isə bunu buradan çıxartdıqdan sonra bu kiçik bir platanın arxasında, bu platanın arxasında həmən bəzən qeyd edilir, yəni firma tərəfindən qeyd edilir. Yəni minus hansıdır, plus hansıdır, data minus plus bu haqda qeyd edilir. İndi isə fenimiz vasitəsilə bunu ehtiyatlı şəkildə çıxardacaq. İlk öncə bu kiçik qalayları təmizləyəcəm. Daha sonra fenlə isə ehtiyatlı şəkildə buradan Wi-Fi adaptorumuzu çıxardacağım.
Wi-Fi adaptörümüzü platamızdan çıxartdım. Burada gördüğümüz şəkildə isə Wi-Fi adaptörümüzün bu 4 ayağının hansı belə deyək kabel qoşulacağını göstərmişəm, yəni izah eləmişəm. Burada ground minus bölməsidir, data plus, data minus bu ayaqlara belə deyək Wi-Fi adaptörümüz 3.3 və ya 5 voltluqda cərəyanla işləyə bilər. USB-mizin sxeması isə belədir. Belə ki, gördüyünüz kimi 5 volt, data minus, data plus, ground. Bu da bizim kabellərimiz. Qəhvəyi rəng yaşıl, ağ, qırmızı. Qırmızı 5, 5 plus, yəni plus 4, ağ, data minus, yaşıl, plus, data plus, qəhvəyi rəng isə grounddur. İndi isə Wi-Fi adaptörümüzə kabellərimizi qoşaq. Daha sonra isə USB-mizi qoşaq kompüterimize və nəticəni birlikdə görəcəyik. Şimdi başlayaq kabellərimizi bərkidək. Fluxumuzu əlavə edirik ilk öncə. Daha sonra beş plus kabelin ilk öncə qırmızını sonra deməli data minus daha sonra en son isə qəhvəyi öncə yapışdıraq. İndi isə artıq qalan fluxumuzu təmizləyək platamızdan. İndi isə USB adaptörümüzü qoşaq. Şimdi artıq hazırda. Şimdi mən Wi-Fi adaptörü qoşdum. Belə deyək, USB olaraq tanıdı, lakin daha doğrusu həm USB olaraq tanıdı, həm driveri quraşdırıldı sistemə. Lakin Bluetooth'un da nidalar oldu. Wi-Fi'ye belə deyək, fərqli yollarla bir təhər aktiv edə bildim. Lakin isə aktiv olduğu halda isə belə yenə də Wi-Fi modemə qoşula bilmədi. Bir də bunu göstərmək istəyirəm sizə. Qeyd edim ki, bizim Wi-Fi adaptörümüzün data sheetinə baxdığımız zaman orada əsas cərəyan olaraq 3.3 volt məsləhət görünür. Mən birbaşa 5 volt vermişdim və nəticədə burada gördüyümüz əsas çip, mikrokontroller çox həddən artıq isinirdi. Ona görə də 2 ədəd dioddan istifadə elədim və cərəyanımız stabil olaraq 3.3 volt oldu. Belə qeyd edim ki, göstərim.
monitorda da sistem notebookda. Driver olaraq tanıyır. Mən belə deyim, driverini silmişəm buradan. Bu da bizim driverimiz. Realtek firmasına ait bir Wi-Fi moduldur. Burada Bluetooth'da nida düşürge edelim ki birçok driveri indirdim və sistemə quraşdırdım. Lakin yenə də işləmədi. Çox ehtimal ki, belə deyim, çox ehtimal ki bu problem belə deyək ki, USB bu daha doğrusu Wi-Fi adaptordan qaynaqlanır. Yəni köhnə planşetdə yəni tam dəqiq bilmirdim bu Wi-Fi adaptorunun işləyib işləməməsini. Qeyd edim ki, belə deyək də, yəni bir çox modellərdə, yəni əsasən Çin modeli planşetlərdə bu cür Wi-Fi modul plata bitişik olur və bu cür üsulla siz belə deyim, buradan həmən Wi-Fi modulu çıxardıb USB formasında salıb problemsiz şəkildə istifadə edə bilərsiniz. Yenə belə deyək, belə bir Wi-Fi adaptora rastlaşarsam, təbii ki, onun da yəni dəstəyini hazırlamaya çalışaram. Belə bu qədər. Qeyd edim ki, bu diod yerinə də istəsəniz voltaj regulatorlar olur. Ondan istifadə eləmək olur. Sadəcə əlimdə olmadığım üçün yəni məcbur 2 dioddan istifadə etdim. Belə dərsimiz bu qədər. İnşallah ki, belə deyək, Wi-Fi adaptorun, planşetlərin Wi-Fi adaptorun necə qoşulduğunu izah etməyə çalışdım və ümid edirəm ki, işinizə yarayacaq. Sağ olun, özünüzə yaxşı baxın.